Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilərim. Kanalıma və mətbəximə xoş gəlmisiniz. Bugün sizlərə illərdir hazırladığım, çox bəyənilən, ləzzətinə isə doyum olmayan kartof xəngəli reseptini təqdim edirəm. Keçirəm hazırlamağa. Əvvəlcə 5 stəkan ələnmiş unun üzərinə 1 yumurta, 1 xörək qaşığı duz və su əlavə edib, ələ yapışmayan bərk xəmir yoğururam. Ümumiyyətlə, xəmir xörəkləri hazırlayarkən xəmiri mütləq bərk yoğurmaq lazımdır ki, xəmir suya düşən zaman çox yumuşalıb, içliyi dağılmasın. Xəmiri yoğurduqdan sonra, baxın, xəmir bu cür olmalıdır. Sonra bir salafan torbaya keçirirəm və yarım saat dinlənməyə qoyuram. Xəmir dinlənənə qədər 6-7 ədəd kartofu xırda doğrayıb, üzərinə çıxana qədər su əlavə edirəm və orta odda bişməyə qoyuram. Sonra bir ədəd böyük soğanı xırda-xırda doğrayıram. Məni hansı bölgələrdən izləyirsiniz və siz heç kartof xəngəli yemisinizmi? Fikirlərinizi rəylərdə mənimlə bölüşsəniz çox şad olaram. Bişmiş kartofu elə xəmir yoğurduğum qaba da əlavə edirəm. Üzərinə doğradığım soğanı, 1 xörək qaşığı yarım kərə yağı və zövqə görə duz, qara qırmızı istiot, paprika, sarı kök əlavə edib, kartof əzənlə yaxşıca əzirəm ki, içində diriləri qalmasın. Videonu izləyən əziz və dəyərli izləyicilərim, sizlərdən isə xahişim, kanalıma abunə olub, bildiriş zəngini aktiv edərək, bəyənib yaxınlarınızla paylaşaraq mənə dəstək olasınız. Zəhmətə dəyər verən, dəstək olan hər kəsə minnətdarlığımı bildirirəm. Artıq içlik də hazırdır. Xəngəli bişirəcəyim qazana su əlavə edib, ocağın üzərinə qaynamağa qoyuram. Artıq yarım saat keçib, xəmiri salafan torbadan çıxarıram. Əlimlə biraz formaya saldıqdan sonra bu cür hissələrə bölürəm. Böldüyüm hissələri bu cür kündələyib, yenidən salafan torbaya yığıram. Onu deyim ki, xəmir bərk olduğu üçün unlamağa ehtiyac olmadı. 10 dəqiqə də kənarda gözlədirəm ki, kündələr özünü tutsun. Bu zaman xəmiri yaymaq rahat olur. 10 dəqiqə keçdikdən sonra hazırladığım ilk kündədən başlayaraq xəmiri bu cür yayıram.
Xəmiri hardasa 5 milli qalınlıqda yayıram. Nə çox nazik olmalıdır, nə də ki qalın. Yaydığım xəmiri bir kasa vasitəsilə bu cür dairə formasında kəsirəm. Xəmirin içinə içlikdən biraz qoyub bu formada bükürəm. İçliyi mütləq xəmirin alt hissəyə düşən hissəsinə qoymaq lazımdır ki, bükəndə rahat olsun. Hansı formalarda bükməyin heç bir fərqi yoxdur. Mən ən asan olan formasını sizlərə göstərirəm. İstəsəniz müxtəlif formalarda bükə bilərsiniz. Hazırladığınız xəngəl normadan artıq olarsa, onu dondurucuya yerləşən bir qabın içərisinə düzün, qoyun donsun. Sonra qabdan götürüb bir salafan torbada və ya saxlama qabına yığıb saxlayın. Nə vaxt istəsəniz bişirib nuş edin. Sinini unlayıram və hazırladığım xəngəlləri bura düzürəm. Artıq su qaynayır, suya 2 xörək qaşığı duz əlavə edirəm və hazırladığım xəngəlləri də suya əlavə edib bişirirəm. Əgər ailəniz böyükdürsə, suyu 2 qazanda qaynadın və yaxud biraz böyük qazandan istifadə edin. Bu zaman həm xəngəllər eyni qaydada bişir, həm də əzilmir. Xəngəl 20 dəqiqə müddətinə bişib hazır olur. Xəngəlimiz bişib hazır oldu. Üzərinə qızdırılmış kərə yağı əlavə edirəm. İstəsəniz yağ-soğan da edib üzərinə tökə bilərsiniz. Bu artıq sizlərin istəyinə bağlıdır. Lakin onu deyim ki, bu cürdə çox ləzzətli olur və sarımsaq qatıqla servis edirəm. Allah hər kəsə bol ruzi bərəkət nəsib etsin. Sizlər də hazırlayın, nuş edin, göz haqqınızı halal edin. Videonu bəyənməyi və fikirlərinizi rəylərdə mənimlə bölüşməyi unutmayın. Sağ olun, sağlıqla qalın.